Sabunçu bazarında sahibkarlara təzyiq göstərilməsi ilə bağlı ciddi iddialar. Sabunçu bazarı ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən redaksiyamıza daxil olan müraciətdə ciddi iddialar səsləndirilib. Müraciət edən sahibkarların sözlərinə görə vaxtilə mühüm dövlət postunda çalışmış Ramiz Mehdiyev və Baku Üstel Kompaniyanın keçmiş rəhbəri Rasim Məmmədovla əlaqələrinin olduğu iddia edilən Fariz Ramizzadə uzun illər ərzində bazar ərazisində fəaliyyət göstərən sahibkarlardan müxtəlif adlar altında pul toplanmasında iştirak edib. Sahibkarların iddiasına əsasən Fariz Kəzimov və sonradan soyadını dəyişərək Ramizzadə soyadını qəbul edib. İddialara görə o uzun müddət bazar ərazisində yerləşən piştaxta və obyekt sahiblərindən qeyri-rəsmi ödənişlər toplayıb və həmin vəsaitlərin müəyyən şəxslərə çatdırılmasını təmin edib. Müraciətdə adı çəkilən sahibkarlardan biri də Səmədov Əli Rəhbəroğludur. Bildirilir ki, o da sahibkarlar kimi həmin dövrdə müxtəlif ödənişlər etməyə məcbur olub. Hazırda isə vəziyyətin başqa müstəviyə keçdiyi iddia edilir. Belə ki, Əli Rəhbəroğlunun qanuni mülkiyyət hüququnu təsdiq edən çıxarışa malik olduğu mağazanın Fariz Ramizadə tərəfindən əlindən alınmasına cəhd göstərildiyi bildirilir. Sahibkarların sözlərinə görə Fariz Ramizadə mağazaya daxil olaraq işçilərə qarşı təhdid edici davranış nümayiş etdirib və obyektlə bağlı tələblər irəli sürüb. Bu hadisələrlə bağlı video görüntülərin və digər sübutların mövcud olduğu bildirilir. Müraciətdə daha bir ciddi iddia səsləndirilir. Sahibkarların sözlərinə görə Fariz Ramizadə özünü bazarın faktiki sahibi kimi təqdim edir və ərazidə fəaliyyət göstərən bəzi sahibkarlara təzyiq göstərərək onlardan pul tələb edir. Onların sözlərinə görə belə halların davam etməsi sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır və mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlıq doğurur. Məsələ ilə bağlı artıq aidiyyəti dövlət qurumlarına müraciət edildiyi və hazırda araşdırmanın aparıldığı bildirilir. Sahibkarlar aidiyyəti qurumlardan araşdırmanın obyektiv və hərtərəfli aparılmasını, mövcud video görüntülərin və digər sübutların hüquqi qiymətləndirilməsini, qanuni mülkiyyət hüquqlarının qorunmasını və sahibkarlara qarşı təzyiq göstərilməsi ilə bağlı iddiaların araşdırılmasını xahiş edirlər. Redaksiya olaraq bildiririk ki, materialda qeyd olunan hallar sahibkarların müraciəti və onların irəli sürdüyü iddialar əsasında hazırlanıb. Sözü gedən şəxslərin mövqeyini öyrənmək və onların açıqlamalarını dərc etmək üçün qarşı tərəfə də söz haqqı verməyə hazırıq. İddiaların hüquqi qiyməti isə aidiyyəti qurumların apardığı araşdırmanın nəticəsindən asılıdır.